Hər kəs salamlayıram. Bugün Olimpiada kitabından götürdüyüm maraqlı bir bölünməyə aid məsələnin həllinə sizlərlə birlikdə baxacağıq. Gəlin məsələyə keçək. Deməli deyilir ki, yanaşı yazılmış 81 dənə birin əmələ gətirdiyi ədədin 81-ə tam bölündüyünü göstərin. Aha. İndi gəlin biz bu ədədi az da olsa təsvir etməyə çalışaq. Yanaşı yazılmış 81 dənə 1. Baxın. 1, 1, nöqtə, nöqtə, 1, 1. Ümumi burada 81 dənə 1 olmalıdır da. 81 dənə. İndi əlbəttə ki, biz bunu tək-tək götürüb 81-ə bölə bilmərik ki, yəni ədədin özünü 81-ə bölə bilmərik ki, çox uzun bir prosesdir. Biz bu prosesi qısaltmalıyıq. Bunu qısaltmaq üçün də biz bu ədədi parçalaya bilərik. Mən fikirləşirəm ki, məsələn 81-dir. Mən bunu 9 rəqəmli ədədlərə parçalasam, yəni baxın 1, 1, 1, 1, 1, 1, 1, 1, 1, 9 dənə 1 şəklində göstərilə bilən ədədlərə parçalasam, bu bir sadəcə fikirdir. Belə ədədlərə parçalasam, onda mən onu 81-ə tam bölündüyünü isbat edə bilərəmmi? Gəlin baxaq. Niyə 9 dənə seçdim? Çünki bu ədədi 9 yanaşı 1-in əmələ gətirdiyi ədəd ilə ifadə etmək mümkündür. İndi başa düşəcəksiniz nə demək istəyirəm. İndi götürək bu 81 dənə 1. Məsələn, bu bir A ədədi olsun. A ədədi olsun. Aha. İndi bu son 9 hissəsi var. Son 9 rəqəmi var. 9 dənə 1-in əmələ gətirdiyi ədəd. Onu yazsam 1, 1, 1, 1, 1, 1, 1, 1, 1. Düzdür. İndi bu nədir? Vurulsun üstü 0. Üstə gəl. İndi bu onun son 9 rəqəmidir. İndi son 9 rəqəmindən öncəki 9 rəqəmi necə ifadə edərəm? Mən artıq gördüyünüz kimi bunu götürmüşəm. Yəni artıq bu boş hissələr var ki, o son 9 boşluq var ki, onlar artıq 0-a çevrilib. Deməli bundan öncəki deməli 9-luğu götürəndə bunların yerinə artıq mən 0 qoyacağam. Yəni necə olacaq? Burada neçə dənə var? 1, 2, 3, 3 vur 3, 9. Yəni növbətisi göstəriləcək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə 1 vurulsun. Onun üstü 9 şəklində göstəriləcək. Yəqin başa düşdünüzsə nə demək istəyirəm. Yəni biz bunun son 9 rəqəmini götürdük. İndi bu öncəkini də götürmək üçün biz məsələn atıram bu ədədi biz necə ifadə edirik? Bu 9 dənə 1. Üstə gəl. 9 dənə 1. Vurulsun o boşluq qədər 0. Artıq o birləri götürdükdə 10 üstü 9. İndi biz belə davam edəcəyik. Nümunə üçün göstərdim bunu. Vurulsun 10 üstü 9. Üstə gəl. Yenə bu 1, 1, 1, 1. 9 dənə 1 yazılır. Vurulsun 10 üstü 18 olacaq. Yəni 9, 9 artacaq da. Və nəhayət ən sonuncusu nə olacaq? Ən sonuncusu yenə 9 dənə 1. İndi baxıram. 81 rəqəmli ədəddir. Ən sonuncusu nə olur? İlk 9 rəqəmi. İlk 9 rəqəmindən sonra neçə dənə boşluq olacaq? 81 çıx 9, yəni 72 dənə. Üstə gəl. 9 dənə 1 vurulsun 10 üstü 72. Və bu A ədədinə bərabər idi. İndi belə bir əvəzləmə eləyək. Tutaq ki, bu 9 dənə birimiz bir T olsun. Aha, onda bizim A-mız nəyə bərabər olacaq? A-mız olacaq T vur 10 üstü 0. Üstə gəl. T vur 10 üstü 9. Üstə gəl nöqtə nöqtə. T vur 10 üstü 72. Mən burada T-ni mötərizə xaricinə çıxarsam, T vurulsun 10 üstü 0 1-dir. 1 üstə gəl 10 üstü 9. Üstə gəl 10 üstü 18. Üstə gəl 10 üstü
27. Hamısını yazaq. Üstə gəl 10 üstü 36. Üstə gəl 10 üstü 45. Üstə gəl 10 üstü 54. Üstə gəl 10 üstü 63. Üstə gəl 10 üstü 72. Aha. İndi bu T'ye mən demişdim 9 dənə 1. Bu 9 dənə 1-in, yəni bu 9 dənə 1-in əmələ gətirdiyi ədədin rəqəmlərinin cəmi 9 eləmir. Deməli T'miz 9-a tam bölünür də. Onda T'miz 9-a tam bölünürsə, biz bunu bu şəkildə yaza bilərik. Onda T'miz 9-a tam bölünəndə T'ni biz 9K şəklində ifadə edə bilərik. İndi keçirəm digər vuruğa. İndi digər vuruqda belə bir maraqlı hadisə baş verir. Bu 10 üstü 72. Necədir? Bir yanında 72 dənə 0. Baxın, bir yanında 72 dənə 0. Bu üstə gəl 10 üstü 63 gələndə bu necə olur? Deməli 72 dənə 0 var. Bir də burada bir dənə də 1 var. Bunun arxasında 63 dənə 0. Yəni bu 1 neçə 0-dan sonra gəlir? Baxaq. Yəni təxminən 8-9 sıfırdan sonra bu 1 gəlir. Eyni ilə bu 10 üstü deməli 60 üstə gəldi. Müəyyən qədər sonra da 10 üstü 54-ün 1-i gələcək. Sonra yenə müəyyən qədər sonra 10 üstü 45-in 1-i əlavə olunacaq. Yenə müəyyən qədər sonra 10 üstü 36-nın 1-i, müəyyən qədər sonra 10 üstü 27-nin 1-i, nöqtə qoyaq. Müəyyən qədər sonra 10 üstü 18-in 1-i, müəyyən qədər sonra 10 üstü 9-un 1-i, müəyyən qədər sonra da sonuncu rəqəm, yəni 1. Aha. İndi gəlin bu ədədi araşdıraq, əlavə səhifə açaq. Aha. Deməli, bu ədədə baxaq. Bu ədədin rəqəmlərini rahatlıqla cəmləyə bilərik. Fikir versəz, buradakı bu elementlər var, burada toplananlar görürsünüz. Bu toplananların hər biri sıfırlarla dolu bir ədədə 1 əlavə eləmir. Məsələn, 10 üstü 72-nin 1-i əlavə olunur. 10 üstü 63-ün 1-i. Sonra 10 üstü 54-ün 1-i. Deməli, burada neçə dənə ədəd varsa, bu ədəd həmin qədər birlərdən ibarətdir. İndi baxıram, burada neçə ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə ədəd olduğuna görə bu ədədimiz də 9 dənə 1-dən və qalanlar 0 olmaqla ədədlərdən ibarətdir, rəqəmlərdən ibarətdir. Deməli, bunun rəqəmləri cəmi necə olacaq? Rəqəmləri cəmi yazaq. Olacaq 9 dənə 1-in cəmi. 1 vur 9, yəni 9. Bunun rəqəmləri cəmi 9-dursa, deməli, bu da 9-a tam bölünəcək. Biz buna bir T ədədi desək, T ədədi. Onda biz də T-ni 9 S şəklində ifadə edə bilərik. Deməli, A-mız nə olacaq? A-mız nəyə bərabər idi? Kiçik T vurulsun böyük T. İndi kiçik T-ni biz 9K şəklində göstərə bilirik. Böyük T-ni də 9S şəklində göstərə bilirik. Bunların da hasili 81KS. Bu da 81-ə tam bölünür. Ümid edirəm, bu maraqlı sualın həlli sizlər üçün faydalı olar. Sağ olun.